Vüsal bəy, bilirsiniz də bizdə ərazi olaraq bura Fatmay bağları deyilən bir ərazidir. Fatmay kəndi ayrıdır, Fatmay bağları ayrıdır. Bura çünki dənizə yaxınlığımız 1 kilometrə yaxındır. Şamil bəy, insan bu gözəlliyi görəndə niyə satılır sualı verir. Maraqlıdır. Satış səbəbi nədir? Vüsal bəy, biz Qarabağ bölgəsindən olduğumuz üçün bilirsiniz ki, Allah dövlətimizi qorusun, insanlarımızı qorusun, xalqımızı qorusun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə can sağlığı. Biz vətənimizə qayıtmaq istəyirik və bu məqsədlə də bağı istəyirik ki, sataq. Aydındır. İndi Şamil bəy, əsas məsələ qiymət. Əmlakınızın qiymətini açıqlayardınız, zəhmət olmasa. Vüsal bəy, indi həm şəraitə, həm mühitə uyğun bir hərəkət eləmək istəyirik. Çünki bura özünüz gördüyünüz kimi görünən xərclər, görünən bu landşaft, görünən bu ab-hava yaratmaq özünüz bilirsiniz ki, çox baha başa gələ bilər. Amma biz real davranırıq və start qiyməti 595 min manat. Bəli. Şamil bəy, bu gözəl bağ evini bizimlə birlikdə təqdim etdiyiniz və izləyicilərimizə ətraflı məlumat verdiyiniz üçün sizə təşəkkür edirəm. Allah xeyirli, dəyər bilən alıcı qismət etsin. Allah sizdən də razı olsun. Bir daha xoş gəlmisiniz. İnşallah xeyirlisi nədirsə, Allah Taala'dan onu nəsib eləsin inşallah.